Bu tip xəbərləri qaçırmamaq üçün kanala abunə olub videonu bəyənməyi unutmayın. Salam əziz izləyicilər. Sabah Azərbaycanda hava şəraitinin ümumilikdə dəyişkən keçəcəyi gözlənilir. Paytaxt Bakı və Abşeron yarımadasında gün ərzində havanın dəyişkən buludlu olacağı, bəzi ərazilərdə arabir küləyin güclənəcəyi ehtimal edilir. Səhər saatlarında bəzi yerlərdə zəif çiskinli yağış müşahidə oluna bilər. Gün ərzində isə hava əsasən sabit və mülayim keçəcək. Axşam saatlarına doğru isə buludluluğun bir qədər artacağı gözlənilir. Bakı şəhərində sakinlər gün ərzində mülayim hava şəraiti ilə qarşılaşacaqlar. Xəzər sahili boyunca külək hiss ediləcək və xüsusilə axşam saatlarında sərin hava üstünlük təşkil edəcək. Abşeronun bəzi qəsəbələrində səhər saatlarında rütubətli hava müşahidə oluna bilər. Sumqayıt şəhərində hava əsasən sabit olacaq. Gün ərzində günəşli fasilələr müşahidə ediləcək. Sahil boyu ərazilərdə külək bir qədər güclü hiss oluna bilər. Xırdalan və Masazır ərazilərində isə hava mülayim keçəcək və yağıntı gözlənilmir. Gəncə şəhərində hava əsasən açıq olacaq. Gün ərzində günəşli hava üstünlük təşkil edəcək. Axşam saatlarında isə sərinlik hiss ediləcək. Naftalan və ətraf bölgələrdə də hava şəraitinin əlverişli keçəcəyi gözlənilir. Qazax, Ağstafa və Tovuz rayonlarında hava dəyişkən buludlu olacaq. Gün ərzində bəzi dağətəyi ərazilərdə qısa müddətli yağış ehtimalı var. Şəmkir və Samux rayonlarında isə hava əsasən sabit keçəcək. Qarabağ və Şərqi Zəngəzur bölgəsində, o cümlədən Şuşa, Xankəndi, Xocalı, Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarında hava əsasən mülayim olacaq. Dağlıq ərazilərdə səhər saatlarında duman müşahidə edilə bilər. Gün ərzində isə hava əsasən açıq olacaq. Lənkəran, Astara, Lerik və Masallı rayonlarında rütubətli hava şəraiti davam edəcək. Gün ərzində bəzi yerlərdə qısa müddətli yağış ehtimal olunur. Lerikin dağlıq kəndlərində səhər saatlarında duman müşahidə edilə bilər. Çirvan, Salyan, Neftçala və Biləsuvar rayonlarında hava əsasən mülayim keçəcək. Gün ərzində külək hiss olunacaq. Bəzi açıq ərazilərdə tozlu hava müşahidə edilə bilər. Qubadlı, Xaçmaz və Tsezən rayonlarında hava dəyişkən olacaq. Dağlıq ərazilərdə buludluluq daha çox hiss ediləcək. Gün ərzində bəzi kəndlərdə qısa müddətli yağış yağacağı ehtimal olunur. Xınalıq və yüksək dağ kəndlərində isə sərin hava müşahidə ediləcək. Şəki, Zaqatala, Balakən, Oğuz və Qax rayonlarında hava əsasən sabit olacaq. Günün ikinci yarısında bəzi dağlıq ərazilərdə yağış ehtimalı var. Meşəlik və dağətəyi ərazilərdə səhər saatlarında duman müşahidə edilə bilər. Mingəçevir və Yevlax şəhərlərində hava isti və mülayim keçəcək. Gün ərzində günəşli hava üstünlük təşkil edəcək. Bərdə və Tərtər rayonlarında da hava şəraiti əsasən əlverişli olacaq. Göyçay, Ucar, Kürdəmir və Ağsu rayonlarında hava əsasən açıq olacaq. Günün bəzi saatlarında külək güclənə bilər. İsmayıllı və Qəbələ rayonlarında isə dağlıq ərazilərdə buludluluq müşahidə ediləcək. Naxçıvan Muxtar Respublikasında hava əsasən günəşli olacaq. Şərub, Culfa, Ordubad və Babə rayonlarında gün ərzində mülayim hava şəraiti gözlənilir. Dağlıq ərazilərdə isə axşam saatlarında sərinlik hiss ediləcək. Sabirabad, Satlı, İmişli və Beyləqan rayonlarında hava əsasən quru keçəcək. Gün ərzində günəşli hava üstünlük təşkil edəcək. Bəzi açıq sahələrdə külək hiss olunacaq. Ağcabədi, Zərdab və Laçın rayonlarında hava dəyişkən buludlu olacaq. Xüsusilə dağlıq ərazilərdə səhər və axşam saatlarında duman ehtimal olunur. Ümumilikdə sabah ölkə ərazisində hava şəraitinin əsasən sabit və mülayim keçəcəyi gözlənilir. Bəzi dağlıq və dağətəyi rayonlarda qısa müddətli yağış ehtimalı olsa da, əksər bölgələrdə gün ərzində əlverişli hava şəraiti müşahidə olunacaq. Əziz izləyicilər, siz yaşadığınız rayonda hazırda hava necədir? Bunu şərh bölməsində yazmağı unutmayın. Kanalımıza abunə olun və ən son hava xəbərləri ilə gündəmdə qalın.